Kubik Rubik'in yığılmasını göstərmək istəyirəm. Gördüyünüz kimi bunun hər bir tərəfi hərəkətlidir. Hərəkətli olmayan hissə ancaq bu ortada da bunlardır. Ona görə yığanda bu ağdırsa bütün tərəfi ağ olmalıdır və əvvəlcə üstəgəl formasında yığılmalıdır öncə və yığılanda burada ağdır, amma belə baxanda göyün üstündə qırmızıdır. Gətirib bu qırmızını qoymaq lazımdır qırmızının üstünə. Daha sonra axtarırıq. Ağla narıncıdır. Narıncı bu tərəfdədir. Bunu gətirib qoyuruq narıncının üstünə və beləsinə fırlayıb bu yığıldı narıncı. İndi baxaq görək başqa ağ harda var. Ağ, göy. Və bu ağ göyü bura qoymaq lazımdır. Bunu fırlamaqla alınmayacaq. Yəni bunu beləsinə qoymaq lazımdır. Ona görə salaq aşağı, qoyaq və qaldıraq. İndi qaldı yaşılla ağ. Yaşıl ağ buradadır. Bayaq göyü etdiyimiz kimi mümkündür. Çevirək. Salaq aşağı. Qoyaq yerinə və qaldıraq. Üstəgəl yığıldı və hər bir rəng tərpənməz dairənin üstündədir. İndi başlayırıq ucları yığmağa. Narıncı, göy, ağ. Burada durmalıdır. Bu, burada durmalıdır. Salaq aşağı. Fırlayaq, qaldıraq. Və gətirib qoyaq. Hara lazımdır? Bax, bura. Yəni, narıncı, göy, bura gəlməlidir. Gördüyünüz kimi, bu ağı bax, belə qaldırırıq. Sonra bunu çeviririk ki, itməsin bizim üstəgəlimiz. Göy, narıncı. İndi yenə burada ağ var. Qırmızı, göy. Neyinirik yenə? Qırmızı ilə göyün bucağına qoyuruq. Və qaldırırıq yuxarı. İndi bu itməsin deyə itəliyək o tərəfə və qaldıraq qoyaq yerinə. Tezdən. Düzəldi. Nə qaldı? Və bax burada yaşıl, qırmızı, ağ. Bunu gətirib alta qoyuruq. Sonra bunu neyinirik? Yenə qaldırırıq yuxarı. Üstəgəl itməsin deyə itəlirik o bir tərəfə və durdu yerində. Axırıncı, narıncı, yaşıl, ağ lazımdır. O da buradadır. Yenə gətirib qoyuruq altına. Sonra bu ağı qaldırıb qoyuruq yerinə. Çeviririk ki, itməsin və qaytarıb qoyuruq yerinə. Birinci sıra hazır oldu. İndi ikinci təbəqəni eləmək lazımdır. Bu tərəfləri yığmaq lazımdır. Yaşılla narıncı. Yaşılı qoyduq. Yaşıl tərpənməzin üstünə və bunu narıncı tərəfə yerləşdirmək lazımdır. Ona görə əks tərəfə bir dəfə fırlayırıq. 6. Sonra bunu aşağı, sol tərəfi qaytarırıq yerinə. İndi bu birinci təbəqəni yığanda ucu neyləmişdik? Bu ucu qoyuruq yerinə. İtməsin deyə çevirdik. Gəldi, durdu yerində. Bu ortaları yığmaq üçün elə bir çətinlik yoxdur. Eyni hərəkətləri eləmək lazımdır. Baxın, burada qırmızı, yaşıl,
Qırmızı, yaşıl. Qırmızı ilə yaşıl bura qoymaq lazımdır, eləmi? Dediyimiz kimi əvvəlcə bu altı çeviririk sağa, solu endiririk, qaytarırıq yerinə. Sonra nə edirik? Ucu bura nətər qoymuşduq? Qaldırırıq, itməsin deyə itəlirik o tərəfə və qaytarıb qoyuruq yerinə. Durdu. İndi burada qırmızı göy var. Bu qırmızı göyü bu tərəfə qoymaq lazımdır. Bura qoyuruqsa, deməli, əks istiqamətdə aşağını çevirdik, saldıq aşağı, qaytardıq yerinə və nə edirik? Ucu yerinə nətər qoyurduq, qaldırdıq, itməsin deyə çevirdik və qoyduq yerinə. Bu yerindədir, amma tərs dayanıb. Tərs dayanıbsa, eləcə bir dəfə hərəkət eləyəcək ki, bu düşsün, başqa şey düşsün bura. Ondan sonra qaldırıb yerinə qoyarıq. Nə edirik? Çevirdik, saldıq, qaytardıq və bucağı yerinə yetirdik. Hara düşdü? Bir dəfə vuram. Göy narıncını bu tərəfə qoyarıqsa, bunu əks istiqamətdə fırlayırıq, salırıq aşağı, qaytarırıq yerinə. Sonra da bucağa qoyduğumuz kimi qaldırırıq, itməsin deyə və yerinə qoyuruq. İkinci təbəqə də hazırdır. Üçüncü təbəqəni yığmaq biraz sxemlə lazım olacaq və onu yığanda belə əksinə çevrilir. Əksinə çevrilir və birinci olaraq yenə üstəgəl şəkli yığılmalıdır. Bu sxem üzrə getməkdən ötürü şərti işarələrlə bu üstü, üst tərəfi, sol tərəfi, sağ tərəfi, üstü və alt tərəfi. İndi sıranı yığmaqdan ötürü ola bilsin ki, bax burada məndə indi 2 dənə bu fasonda, bu üsulda alınıb. Ola bilsin ki, bir dənə sarı ola bilsin. Ola bilsin ki, burada xət olsun, sarı. İstənilən halda bu üstəgəli yığmaqdan ötürü bu üsuldan istifadə etmək lazımdır. Yalnız sol tərəfdə düzgün olmalıdır. Yəni burada narıncıdır, narıncını qoyuruq narıncının altına. Yerdə qalan isə bu üsulla üst, sağ tərəf, üst işarələrlə. İndi sağa aşağı, üstü sağa və üzü təzədən yerinə qaytarırıq. Bizdə indi bax belə bir şey alındı. Yenə təkrar eləyirik. Üst, sağ, üst, geri qaytarırıq və artıq görürük ki, bizim üstəgəl əmələ gəldi. Yaşıl üstə düşüb, amma bunlar üstə deyirlər. Yerlərini dəyişmək lazımdır. Bunların yerini dəyişmək üçün mütləq düzgün dayanmışlar sağ əlimiz tərəfdə olmalıdır. Nə edirik? Sağa qaldırırıq. Üstü bir dəfə sola. Sağı indiririk. Üstü bir dəfə sola. Sağı qaldırırıq. Üstü 2 dəfə sola. Sağı indiririk və üstü sola. İndi bütün hamısı yerində durdu. İstiqamətləndi. İndi də küncləri yığmaq lazım. Künclərin yerini dəyişəndə əvvəl baxmaq lazımdır ki, hansı künc yerindədir. Düzgün olmasa da yerindədir. Tutalım bu künc yerindədir.
və bu tərəfə gəlməlidir. Sxematik olaraq beləsinə. Onda birinci variantla bu aşağıdakı düsturları yerinə yetiririk. Yox, əgər bu tərəfə gəlməlidirsə, onda bunu çeviririk. Düzgün olan variant burada olur və bu cürə yığılmalıdır. Bizə lazım olan bu yerindədir. Göy narıncı, sarı və qırmızı, yaş, göy bura gəlməlidir. Yəni birinci üsulla yığılacaq. Nə edirik? Birinci üsulla sol tərəfdə, düzgün dayanan sol tərəfdədir və başlayırıq. Sağı qaldırırıq, ona tərəf üstü, solu qaldırırıq. Sola tərəf üstü, sağı aşağı salırıq, üstü o tərəfə və solu aşağı salırıq, üstü bu tərəfə. Bu olduğu kimi qaldı yerindədir, amma bu düşdü yerinə və düzgün dayandı. Düzgün dayandı. Yerdə qalanlar da yaşıl, qırmızı düşdülər yerlərinə. Yerlərinə düşməsələr, onda gərək bir dəfədə eləmək lazımdır ki, onlar fırlansın və yerinə düşsün. İndi bunları fırlamaq lazımdır. Ayrı-ayrılıqda. Bunun da ayrıca düsturu var. Sağ aşağı, alt sola. Geri qaydırıq. Bu oldu 1. Bu oldu 2. 2 oldu və bu oturdu yerinə. İndi nə edirik? Bu üstü fırladırıq və bu hissəyə düzgün oturmayanı qoyuruq və eynən yenə təkrar 2 dəfələrdir. İndi olsun ki 4 dəfə də ola bilər. Bir, 2, 3, 4. Yığın, Allah köməyiniz olsun.